Venezuelanı yox edə bilərdim, Qrenlandiyanı alacağım. Amerika Birləşmiş Ştatları prezidentinin bu kimi qalmaqallı bəyanatları Latın Amerikasında və dünyada narahatlıqla qarşılanır. Siyasi şərhçilər hesab edirlər ki, Trump administrasiyası bu təhdidlərlə sadəcə siyasi təzyiq göstərmir, həm də mövcud beynəlxalq nizamı sarsıdaraq hegemonluğa əsaslanan yeni bir model diktə etməyə çalışır. Görən söhbət yeni dünya düzənindən mi gedir? Venezuelanı yox edə bilərdim. Düşünürəm ki, Kubaya girib hər şeyi dağıtmaqdan başqa təzyiq göstərmək mümkün deyil. Kolumbiyada hərbi əməliyyat fikri yaxşı səslənir. Meksika öz işini yoluna qoymalıdır. İranı vura bilərik. Qrenlandiyanı alacağıq. İstəsələr də, istəməsələr də. Bütün bunlar ABŞ prezidenti Donald Trump'ın son bir ay ərzində səsləndirdiyi bəyanatlardır. Ekspertlərin fikrincə bu siyasət həm Monroe doktrinasının daha sərt formada canlanması, həm də Vaşinqtonun qərb yarımkürəsini Rusiya ilə Çinin potensial təsirlərindən qorumaq məqsədi daşıyır. Xüsusilə də Maduro əməliyyatı digər böyük güclərin Amerika qitəsindəki iqtisadi kanallarını bağlamağa hesablanıb. Trump administrasiyası bu addımı açıq şəkildə strateji güc oyunu kimi təqdim edib. Məqsəd ABŞ-nin qərb yarımkürəsində yenidən üstünlüyünü bərpa etməsinə və Latın Amerikasında hegemon mövqeyini qaytarmasına şərait yaratmaqdır. Eyni zamanda bu addım təbii sərvətlər, xüsusən də Venezuelanın nefti uğrunda mübarizədə iştirakla əlaqələndirilir. Bu isə Venezuelanın və ümumilikdə Latın Amerikası regionunun suverenliyinin açıq-aşkar pozulması deməkdir. Bu ritorika təkcə konkret dövlətlərə qarşı yönələn siyasi təzyiq aləti deyil. Eyni zamanda mövcud beynəlxalq hüquq və əməkdaşlıq sistemində meydan oxuyan daha geniş bir yanaşmanın tərkib hissəsi hesab olunur. Trump'ın çıxışlarında diqqət çəkən əsas cəhət diplomatik dildən imtina və gücə əsaslanan münasibət modelinin açıq şəkildə legitimləşdirilməsidir. Yəni, siz bizim siyasətlər çərçivəmizə əməl etməsəniz, ABŞ rəhbərliyini qəbul etməsəniz, bunun müəyyən nəticələri olacaq. İstər hərbi, istərsə də siyasi müdaxilə daha çox siyasi pozuntulara və suverenlik üçün daha böyük təhlükələrə açıq qapı deməkdir. Analitiklər düşünür ki, bu cür təhdid edici ritorika beynəlxalq hüququn əsas prinsipləri olan suverenlik, ərazi bütövlüyü və gücdən istifadə etməmək qaydalarını kölgədə qoyur. Bu cür yanaşma belə bir üstünlük yaradır ki, güya əgər gücümüz varsa, beynəlxalq hüquq çərçivəsində heç bir nəticə ilə üzləşmədən istədiyimizi edə bilərik. Xüsusilə də onun Meksika, Kuba və Kolumbiya kimi ölkələri hədələməsi, həmçinin Danimarkanın yurisdiksiyası altında olan Qrenlandiyanın suverenliyinə təhdidlər səsləndirməsi bunu açıq şəkildə göstərir. Bütün bunlar isə əməkdaşlıq üzərində qurulan beynəlxalq nizamı qorumaq əvəzinə ondan uzaqlaşmaq, onu parçalamaq cəhdləridir. Ekspertlər bildirir ki, bu yanaşma digər güclü dövlətlər üçün də prezident yaradır və qlobal miqyasda qarşıdurma riskini artırır. Xüsusilə də Rusiyanın Ukraynaya hücumu məsələsində Kremlin ritorikasını təkrarlayır. Bu isə beynəlxalq hüquqa söykənən münasibətlər sisteminin tədricən təzyiqə və hegemonluğa əsaslanan sistemlə əvəzlənməsinə gətirib çıxarır.